Salam uşaqlar. Söz verdiğim kimi 2 abunə tamam oldu. Əmən Namazov, ikinci hissə, səhifə 4-cü sizə yeni izah edəcəm. Bundan qabaq səhifəni izah etmədim, çünki ilkin yoxlamadı və ilkin yoxlamadığı üçün o birisine baxdım, o çox asan idi. Yəni orada sizin edə bilməyəcəyiniz bir şey yox idi, amma yenə də edə bilməzsiniz əgər. Mən də məlumat verərsiniz. Mən verəbildə əvvəlcədən izahları yazmışam. İndi bir burada məsələləri sizinlə bircə oxuyaq və izahlarına baxaq. Deməli, bir yeşik alman kütləsi 21 kilogram, digər yeşik alman kütləsi bundan m kilogram azdır. 2 yeşikdə 10 alman kütləsini hesablamaq üçün riyazi ifadə yazın və m bərabər 4 olduqda ifadənin qiymətini tapın. Mən burada bir izahını yazmışam. Sualın birinin izahını. Deməli, 21 üstə gəl, 21 çıxın. Çünki orada deyir ki, ikinci kütləmiz 21-dən m qədər azdır. Ona görə biz yazarız ki, yəni 21 üstə gəl, 21 çıx m bərabərdir x-ə, bilinmir nə qədərdir. Nə qədər olduğu bilinmir. İndi bizə burada deyir ki, m bərabər 4 olduqda ifadəni hesablayın. Yəni ki, m-in yerinə 4 qoyacaq. 21 üstə gəl, 21 çıx 4. Bərabərdir 21 vururuq 4-ə. Eləyəcək 17. 17-nin də üstündə 21-imiz gələcək. Deməli, 38 kilogram oldu ikinci yeşik. İkinci yeşikdə, birinci yeşikdə cəmi 28 kilogram meyvə oldu. Keçək misal 12-yə. Misal 12-də nə deyir? Deməli, bağda hər cərgədə n sayda olmaqla 3 cərgə alman və hər cərgədə m sayda olmaqla 2 cərgə armud ağacları var. Bağda olan alma və armud ağaclarının ümumi sayını tapmaq üçün riyazi ifadə yazın. N bərabərdir 18 və m bərabərdir 14 olduqda ifadənin qiymətini hesablayın. Gəlin onun izahına baxaq. Misal 12-nin izahına. Deməli, n-ı vururam 3-ə. Çünki deyir ki, hər cərgədə n sayda olmaqla. Beləliklə biz 3 cərgədə cəmi neçə alma var, onu tapmış olacaq. Deməli, bu ikinciyə də yazırıq. M vur 2. Beləliklə 2 cərgədə cəmi nə qədər armud var, onu tapmış olacaq. Bu bizim riyazi ifadəmiz. İndi burada deyir, n bərabərdir 18, m bərabərdir 14 olduqda. Yuxarıdakı misal kimi bu yəni bunları yerinə qoyacaq, uyğun olaraq və misalımızı həll edəcək. Deməli, 18-i vururuqca, yəni ki, hər cərgədə 3 cərgədə cəmi nə qədər alma var, tapışıq 54 dənə alma var. 14-ü də vururuq ki, görürük ki, 24 dənə armud ağacı var. Deməli, 50 ədəd alma, 28 ədəd də armud ağacı olar. Keçək yeni misal olacaq. Görək misal 13-də nə deyir. Deməli, burada bizim bir dənə riyazi ifadəmiz var. İndi biz bunu tənliq vasitəsilə həll etməliyik. Deməli, x üstə gəl y bərabər 8 vur, 3 vur 8-in kvadratı, çıx 15. Və y bərabərdir 22 olarsa, x tapar. Gəlin baxaq. Misal 13 izah. Deməli, misal 13 izahında x üstə gəl 22, çünki burada y deyil 22-dir. Y-in yerinə 22 qoyuruq. Olur, x üstə gəl 22. Bərabərdir, yəni ki, 3 vur 8-in kvadratı, ondan 15 çıxdıqda x-in üstünə 22 canı neçə eləyir, onu tapmış olacaq. Deməli, 3-ü vuraq 8-in kvadratı. 8-in kvadratı bərabərdir, yəni ki, 8-i 2 dəfə bir-birinə vururuq. 8 vur 8. Eləyəcək 64. 64-ü də 3-ə vururuq. Eləyəcək 192. Deməli, x-in üstünə 22 canı 192 eləyir. Biz indi x-i tapmaq üçün 192-dən y-in qiymətini çıxırıq və məhsul ədədimizi tapırıq. Bu da eləyir 170. Deməli, keçək növbəti misalımıza. Görək 14-də nə deyir? 14-də də eyni bu formada riyazi ifadədə gəlin oxuyaq. X sıx y bərabər 4-ün kubu böl 8 üstü 27 və x bərabər 122 olarsa y-i tapın. İndi bayaq bizə burada y-in qiymətini vermişdi, indi isə x-in qiymətini verir. Gəlin yenə x-in qiymətini bildiyimiz üçün y-i tapaq. Deməli, burada 122-dən çıxıram y-i, yəni x-in yerinə 122 qoydum və bərabər 4-ün kubu böl 8-ə üstə gəl 27. 4-ün kubu böl 8 üstə gəl 27 bərabər edir. İndi 4-ün kubu 4 vur 4 vur 4. Yəni 4 3 dəfə bir-birinə vururuq. Bu eləyəcək 58. 58-nin də üstünə 27 gələndə eləyəcək 85. Y-i tapmaq üçün 122-dən 85 çıxırıq. Məhsul ədədimizi tapırıq ki, bu 37-dir. 15-ci misalda da eyni ilə bu qaydada riyazi ifadələr, sadəcə bu biraz nisbətən çətindir. Deməli, 3 vur a bərabərdir 5 olarsa və bərabərdir a böl 5 üstə gəl 41 ifadəsinin qiymətini tapın. Gəlin indi bunun izahına baxaq. Deməli, tapmaq üçün
45'i vururam 4. Çünki buradan 45'dən 4 dənədir. İndi bir dözümüzə də salıb 4 dəfə 45 toplamayaq. Elə hazır 45'imizi 4'ə vuraq, cavabı tapaq. Eləyəcək 180. İndi A bərabərdir 180'ə böləcək 3'ə, eləyəcək 60. İndi burada da bizə deyir ki, B bərabərdir A-nı bölürük 5'ə, üstündən 4 gəlirik. Bu da eləyəcək 16. Deməli, B-miz 16'dır. Bunu tapdıq. Keçək misal 16'ya. Misal 16'da yenə riyazi ifadəmiz var. Deməli, 4 vur B bərabərdir 56 üstəgəl 56 üstəgəl 56 olarsa, A bərabərdir 1,5 vur B çıx 22,8 ifadəsinin qiymətini tap. Deməli, baxaq misal 16'mızın izahətini. 56'ını vururam 3'ə, bizdə alır 168. Deməli, tapırıq ki 168. B-ni də tapmaq üçün 168'i bölürük 4'ə, tapırıq ki B-miz 42'dir. İndi bu ifadəni tapmaq üçün, yəni A-nı tapmaq üçün 42'ni vururuq 1,5'ə, çıxırıq 22,8'i. Bu da eləyəcək 63. Deməli, A-mız 63'dür. Əgər izah edildiyimin sizə aydın olmasa, zəhmət olmasa yorumlara yazın, mən sizə yenidən izah edəcəm. Və kanalın bağlanmaması üçün zəhmət olmasa abunə olun. Keçək indi, deməli, misal 17'yə. Misal 17'də nə deyir? Hansı ədədlə 4'ün hasili 48,8 və 16,4 ədədlərinin cəminə bərabərdir? Deməli, biz ilk öncə 48,8 və 16,4 ədədlərini toplayırıq ki, görək bu ədəd nəyə bərabərdir? Gəlin baxaq. Deməli, bunları topladıq. Bu eləyəcək 65,2. 65,2-ni də 4'ə bölürük ki, görək hansı ədəd 4'ə vurmuşuq ki, 65,2 alınacaq. Deməli, cavabımız 16,3-dür. İşte 18-ci misalımıza. 18-ci misalda deyir ki, hansı ədədlə 7'nin hasili 52'dən sonraki ilk 3 ardıcıl cüt natural ədədin cəminə bərabərdir. Yəni ki, ondan sonra gələn 3 cüt natural ədədi tapacaq. Deməli, 50'dən sonra gələn ilk 3 cüt natural ədəd 54, 56, 58. Bunları toplayanı eləyəcək 168. 168'i də 7'yə böləndə eləyəcək 24. Deməli, bizim məhsul ədədimiz 24'dür. İşte misal 19'a. Misal 19'da bizə deyir ki, hansı ədədlə 6'nın qisməti 25,3 və 17,6 ədədlərinin fərqinə bərabər olar. Biz indi bunların fərqini tapırıq, yəni 25,3-dən çıxırıq 17,6-nı. Bu eləcək 42,9. 42,9'da 6'ya vururuq ki, görək hansı ədədi biz 6'ya bölmüşük ki, bu cavabı almışıq. Bu da eləcək 257,4. İşte misal 20'yə. Misal 20'də bizə deyir ki, hansı ədədin 7 ilə hasilinə 32 əlavə etsək 9'un kvadratı alınır. Gəlin tapaq. 9'un kvadratı, yəni 9 vur 9, bu da eləyəcək 81. Gəlin baxaq. Deməli, bu misal neçə idi? Aha, 20. Deməli, 9'un kvadratını bərabər 9 vur 9, bunu dedik 81. 81'i də vuracaq, dərəcə çıxacaq 32'ni. Bu eləyəcək 49. 49'da 7'yə böləcək, yəni tapacaq ki, bu ədədi 7'yə vurmuşuq, üstünə də falan şey gəlmişik, cavabımız alınır. Deməli, keçək misal 21'ə. Misal 21'də nə deyir? Hansı ədədlə 3'ün qismətindən 39 çıxsaq 4'ün kubu alınır? Gəlin baxaq. Deməli, 4'ün kubu bərabər 4 vur 4 vur 4. Bərabərdir 58. 58'dən 39'u çıxacaq. Qalacaq 7, 19. 19'u da vuruqca bölürük. Deməli, 19'u da vuruqca eləyəcək 57. Deməli, cavabımız 57'dir. Sen növbəti səhifəyə. Deməli, bu da bizim misal 22'miz. Oğlunun indiki yaşının 4 mislinin atanın yaşından 13 yaş azdır. Atanın indi 41 yaşı varsa, oğlunun neçə yaşı var? Gəlin izahatdan baxaq. 41'dən 13 çıxırıq. Görək biz hansı 4 mislindən atanın yaşından 13 çıxırıq ki, görək hansı ədədlərin 4 misli atanın yaşından 13 dəfə azdır. 28. 28'də 4'ə bölürük. İndi uşağın yaşını tapırıq ki, oğlunun 7 yaşı var imiş. Belə, sağ olun, sağlıqla qalın. İnşallah 4 abunə tamam olduqdan sonra mən sizə 5-ci səhifəni izah edəcəm. Və əgər birinci hissədə nədənsə başa düşməsiniz, mənə deyərsiniz. Çünki birinci hissədə mən başlayaraq oturub baxmışam. Orada məncə siz eləyə biləcəyiniz şeylərdir. Amma yenə nədənsə başa düşməsiniz, mənə deyərsiniz. İndi mən burada səhifələr aracaqlarını gedirəm. Amma siz başqa səhifədən başa düşməsiniz, qabaq səhifələrdə mən sizə yenidən izah edərəm. Sağ olun, sağlıqla qalın.